Hər vaxtınız xeyir. Heç fikirləşmisiniz, okeanın ortasındakı sakit bir mehnəcə olur ki, birdən-birə şəhərləri darmadağın edən nəhəng bir fırtınaya çevrilir. Bugün biz təbiətin ən güclü hadisələrindən olan tropik siklonların sirrini açacağıq. Gəlin başlayaq. Qasırğa, tayfun, siklon, bu adlar yəqin ki hamımıza tanışdır, elə deyilmi? Xəbərlərdə tez-tez eşidirik. Biri Atlantik okeanında olur, ona qasırğa deyirlər, digəri Sakit okeanında olur, ad olur tayfun. Bəs əslində bunların hamısı eyni təbiət hadisəsidirsə, onları birləşdirən ortaq cəhət nədir? Baxın, cavab əslində düşündüyümüzdən daha sadədir. Bütün bu qorxunc adlar əslində eyni bir şeyi təsvir edir, tropik siklonu. Adındakı fərq isə sadəcə onun harda, yəni hansı okean hövzəsində yaranmasından asılıdır. Yəni bir növ fərqli ləqəbləri var. Adları nə olur olsun fərqi yoxdur. Onların hamısının yaranma prosesi sanki eyni mətbəxdə, eyni reseptlə hazırlanır. Bütün tropik siklonlar öz həyatına isti, tropik dənizlərin üzərində başlayır. Bəli, düz eşitdiniz. Bir fırtına resepti. Təbiətin də mükəmməl bir fırtına yaratmaq üçün özünə məxsus xüsusi ingrediyentləri var. Gəlin görək, bu güclü kokteyli hazırlamaq üçün bizə nə lazımdır? Deməli, reseptimizin ilk və ən əsas ingrediyenti isti okean suyudur. Amma elə belə isti yox ha, ən azı 26,5 dərəcə Selsi olmalıdır. Məhz bu istilik güclü buxarlanmaya səbəb olur və bütün atmosferin nəmlə doldurur. Bax, bu isti, rütubətli hava da fırtınanın yanacağıdır. Onu hərəkətə gətirən qüvvədir. Yaxşı, bəs bütün bu ingrediyentlər bir yerə toplaşanda nə baş verir? Yəni, bu sakit şərait necə olur ki, bir anda hər şeyi alt-üst edən o nəhəng fırtınaya çevrilir? İndi isə gəlin addım-addım izləyək. O sakit dəniz suları necə olur ki, belə qəzəbli bir siklona dönür? Deməli, hər şey isti və nəmli havanın sürətlə yuxarı qalxması ilə başlayır. Təsəvvür edin, bu hava yuxarı qalxdıqca aşağıda bir boşluq, yəni aşağı təzyiqli bir sahə yaranır. Təbiət isə boşluğu sevmir, düzdür? Ona görə də ətrafdakı daha yüksək təzyiqli hava o boşluğu doldurmaq üçün mərkəzə doğru hücum çəkir. Və bax, burada ən vacib məqam başlayır. Yerin öz oxu ətrafında fırlanması, yəni Coriolis effekti, içəri axan bu havanı fırlanmağa məcbur edir. Vəssalam, məhz bu fırlanma hərəkəti o nəhəng, qorxunc siklonu yaradır. Bu proses sanki dayanmadan işləyən nəhəng bir istilik mühərrikinə bənzəyir. Okeanın istiliyini enerji kimi udur və sonra bu enerjini dağıdırıcı küləklərə, nəhəng buludlara və günlərlə davam edən leysan yağışlarına çevirir. İnanılmaz bir güc, hə? İndi isə gəlin siklonun bəlkə də ən qəribə, ən təzadlı hissəsinə baxaq. Onun tam mərkəzindəki o inanılmaz sakitliyə. Bu mərkəzə qasırğanın gözü deyirlər. Ən maraqlısı da odur ki, bura fırtınanın doğulduğu yer olsa da, eyni zamanda ən sakit nöqtəsidir. Bilirsiniz niyə? Çünki burada hava aşağı doğru deyil, yuxarıya doğru hərəkət edir. Ona görə də küləklər demək olar ki, yoxdur. Hətta bəzən səma masmavi görünə bilər. Dəhşətli fırtınanın tam ortasında. Bu fərq həqiqətən də heyrətamizdir. Baxın, fırtınanın gözünün içində demək olar ki, tam bir sakitlik hökm sürür. Amma ondan cəmi bir neçə kilometr kənarda, yəni göz divarı deyilən yerdə fırtınanın ən güclü, ən dağıdıcı, ən yüksək sürətli küləkləri tuğyan edir. Bu stat, məncə, vəziyyəti mükəmməl izah edir. Fırtınanın gözü, o dəhşətli xaosun ortasındakı aldadıcı bir sükunət kimidir. Amma heç vaxt unutmaq olmaz ki, bu sakitliyi əslində ətrafdakı o bütün qəzəbin mərkəzidir, idarə edicidir. Beləliklə, sakit tropik sulardan doğan bu nəhəng gücün necə yarandığını anlamağa çalışdıq. Bu, bizə təbiətin nə qədər mürəkkəb, nə qədər güclü və bəzən də nə qədər gözlənilməz olduğunu bir daha göstərir. Yəqin ki, növbəti dəfə xəbərlərdə bir qasırğanın yaxınlaşdığını eşidəndə, onun içindəki o sakit gözü və onu yaradan o möhtəşəm prosesi xatırlayacaqsınız.